Hər kəsə salam. Nədən danışağa baxırsınız? Bugünkü qonağımız müğənni Kəmalə Günəşlidir. Xoş gəlmisiniz Kəmalə xanım. Salam, xoş gördük sizi, gözəl xanım. İlk dəfədir sizin verilişinizə dəvət alıram. Sizinlə ilk dəfədir tanış oluram. Çox xoş oldu. Təşəkkür eləyirəm dəvətimi qəbul elədiyiniz üçün. Ümidvaram çox maraqlı söhbətimiz olacaq. İnşallah. Gəlin ondan başlayaq ki, son günlərdə efirlərdə olan məhdudiyyətlərlə bağlı bəzi qərarlar verildi, bəzi fikirlər səslənir və bəzi mənbələrdə belə bir məlumat yayıldı ki, sizin də artıq televiziyaya çıxmağınıza məhdudiyyət qoyulub. Siz bununla bağlı nə demək istəyirsiniz? Deməli, inandırım sizi, mənim xəbərim yox idi. Belə, yəni mənə deyilməyib ki, belə olacaq, elə olacaq. Bir də gördüm ki, artıq sosiallarda, artıq medialarda paylaşımlar gedir. Özdə hər dəfədə ilk dəfə mənim adım səslənilir. Qadağa olunmuşların siyahısında birinci növbədə Kəmalə Günəşli gedir. Mən hələ bilmirəm, bu nə dərəcədə rəsmidir, rəsmi deyil, vəkilim var. Vəkilim bu işlə məşğuldur. Yaxın günlərdə bilinəcək, bu rəsmidir və yaxud da bu dırnaq arası jurnalistlərin bir oyunudur. Əgər dırnaq arası hansısa bir jurnalistin oyunu olsa, mütləq məhkəmə qarşısında cavab verəcək. Çünki bu mənim sənətimə xələl yetirir həqiqətən. Çünki biz müğənni hər zaman efirə, reklama ehtiyacı var. Bu belə təbii ki də bu. Düz bu belə deyək də bu biraz bizim üçün anti-reklam gedir. Ancaq bizə gərək deyil, ehtiyac yoxdur bizə belə bir şey. Ona görə də vəkilim bu işlə məşğuldur. Yaxın günlərdə bilinəcək nə dərəcədə rəsmidir və nə dərəcədə yalandır. Hələ ki dəqiq bir məlumat verə bilmərəm. Vəkilim deyəcək sonra. Aha, nəticələr yəni açıqlanandan sonra artıq Bəli, xəbəri bəli. Çünki olacaq. biz rəsmi deyil. Heç bir məlumatımız yoxdur. Heç bir məlumatımız yoxdur. Mən tez vəkilimlə əlaqə saxladım. Vəkilim mənə dedi ki, heç bir zəngə cavab vermirsən, heç kimlə əlaqə saxlamırsan, bu barədə heç kimə sual vermirsən, nə də cavab versələr cavablandırmırsan. Mən özüm həll eləyəcəm. İnşallah ki, görək nə qədər rəsmidir, nə qədər də qeyri-rəsmidir. Bəs Kəmalə xanım, niyə həmişə belə bir situasiyalar baş verəndə ilk sizi göz qabağına gətirirlər? Bu sizin imicinizə zərərdir, yoxsa? Başı bəlalı Kəmalə. Mən sizə belə bir söz deyim də. Son günlərdə mən gündəmi çox tez ələ aldım. Yəni bunu bilənlər bilir, yəni ki, görürsüz. Mən populyarlıq dönəmini artıq 3 ildir yaşayıram. Sırf populyarlıq, show biznesi, yəni belə deyək də, show biznes aləmindəyəm. Həm toyxana biznesindəyəm, bazarındayam, həm də show biznesdə. Bunlar biraz seçilir. Ancaq 50-50-yəm də, hər ikisində varam, şükür Allaha. Kütləm var, yetərincə sevilirəm. Deməzdim, Azərbaycan xalqının adından danışmayım. Ancaq yetərincə kütləm var. Yəni mən bunu artıq duyuram, görürəm, getdiyim tədbirlərdən, konsertlərdən, xarici aldığım dəvətlərdən bilirəm ki, artıq mənim yetərincə bugünkü gündə Kəmalə Günəşli olaraq mənim yetərincə kütləm var. Sevənlərim çoxdur. İnanın ki, bu qadağa prosesində mənə çoxlu direktimə, Nigulya xanıma nə qədər zəng eləyirlər. Nigulya xanım, biz çox narahatıq. Həqiqətənmi Kəmalə xanım efirə qadağa qoyulub? Mən buradan demək istəyirəm ki, mən düzü bu barədə açıqlama verməmişəm və buradan demək istəyirəm ki, Kəmalə Günəşli heç bir efirdən tanınmayıb. Kəmalə Günəşli TikTokdan tanınıb. Mən bunu gizlətmirəm. Mənim mahnılarım YouTube'da sevilib, baxış yığıb, rekordlar qırıb. Yəni mən Instagramda, TikTokda sevilmişəm. Mənim ilk mahnım Tamara mahnım, pasport mahnım. Bilirsiniz ki, sözləri özümə aiddir, musiqisi özbək musiqisidir. İlk dəfə mənim uğur gətirən pasport mahnım Tamara mahnısı TikTok vasitəsilə sevilib. Bir gecədə belə deyək, bir gecədə deməzdim. Artıq 2 günə yaxındır ki, 8 milyona yaxın baxış yığmışam mən Tamara mahnımla TikTokda. Sonra və sairə Çiniçaydan Qara qıza zəng elə, Röyada idim, sən var ya, bir çox mahnılarım hamısı TikTokda sevilib. Yəni mənim üçün bugünkü gündə çox efirin, yəni qoysalar da, qoymasalar da mənim üçün bir o qədər vacib deyil. Çünki mənim böyük səhifələrim var, milyonluq səhifələrim var. Onlar mənə yetərincə bəs edir. Bütün kütlələrim də oradadır, videolarıma baxışdır ki, düzdür. Pis rəylər yazanlar da olur, bu təbiidir. Yəni hamı məni sevə bilməz, amma sevənlər çoxluluq təşkil edir. Əsas oda öz kütləniz var. Öz kütləm var, bəli, öz kütləm var. İndi zamanla çalışıram, vuruşuram ki, xalq tərəfdən sevilim. Onu da Allah inşallah qismət eləyər. Çünki onun üçün çox çalışıram, çox vuruşuram. İndi o bizim əziyyətlərimiz görülmür də bəzən. Məsəl üçün bir klip ərziyə gəlir, 3 dəqiqə baxırsınız, klip bitir. Amma o klipi biz bir həftəyə 10 günə çəkirik. Amma siz onu 3 dəqiqə baxıb bitirirsiniz. O klip amma halbuki bir aya, ay yarıma ərziyə gəlir o klip.
Altında Səs çox əziyyət var. işləmir, bəli gedirsən səhərsi, gəl bu səsdir, bu canlı səsdir. İnsan yorulur. Sadəcə başqa işlər var, tək studiyalarda olmuruq biz, tədbirlərə gedirik, nə bilim, ailələrin xoş günlərində iştirak edirik. Yəni bunlar hamısı şərtli, ona görə klip uzanır, 2 ay da çəkə bilər. Hətta bizim elə klipimiz var, 3 ay ərziyə gəlib, işimizlə bağlı. Amma siz əyləşirsiniz, sevənlər, tamaşaçılar. Məsələn, o klipə 2 dəqiqə, 3 dəqiqə klip bitdi, vəsə. Ancaq bilmirlər o klip pərdə arxasında necə əziyyətlər görüb. Biz Yəni sadəcə belə bir şeylər var. sonrasını görürük. Bəli, yəni ona görə də bugünkü gündə Kəmalə Günəşli çox qınaq obyektinə çevrilirlər. Kəmalə xanım, üzr istəyirəm ifadəmə görə çox arsızdır, çox nə bilim laqeyd yanaşır sənətinə. Nə bilim inanın ki, geyimlərimdə mənim açıq-saçıqlıq yoxdur. Dilə geyimləri çox açıq-saçıqdır. Nə bilim, hərəkətləri düzgün deyil. Mən başa düşə bilmirəm. Oynamaq nə vaxtdan ayıb olub. Hərənin bir oynamaq tərzi var da, yəni. Mənim də oynamaq tərzim belədir. İnanın ki, mən məclisə gedəndə xanımlar mənə qoşulur, həmən rəqsi mənlə bərabər oynayırlar. Yəni bilirsiniz, məni hər kəs o rəqsimlə sevmək məcburiyyətində deyil. Mən bunu çox gözəl anlayıram. Amma kir-küdnət niyə lazımdır ki? Sevmirsən, sevmə, tamam. Ancaq aşağılamaq, aşağı dərəcəsində o qədər tənqid edir, hətta təhqirə də keçirlər. Bilirsiniz, yəni o biraz məni çox narahat edir ki, yəni bir insana qarşı bu qədər kinli, mən də Azərbaycan qızıyam, öz qızımızam, öz xalqımızın qızıyam. Bu torpaqda böyürük, bir sudan içirik, bir havadan uduruq, bir-birimizə dəstək olmalıyıq. Bilirsiniz necədir? Görürəm ki, nə bilim, özümüzü istəmirik. Biri qabağa gedən kimi hamı durur, biri belə danışır, biri elə danışır. Çalışırlar ki, nəsə montaj eləsinlər, nəsə paylaşsınlar. Düzgün olmayan şeylər gedir üzərimdə. Çox təəssüf olsun. Hardasa özümə qapanıram, depressiya yaşayıram, heç kimə bəlli etmirəm. İnsanlıqda sonuçda adama pis təsir edir. Amma Kəmalə Günəşli, necə deyərlər, suda batmaz, otda yanmaz. Kəmalə Günəşli həmişə Kəmalə Günəşlidir. Bəli, möhkəm, dimdik, necə deyim, kişi kimi. Sizi arxadan vurmaq istəyirlər və ya karyeranıza, sənətinizə necəsə xələl gətirmək istəyirlər də belə bir. Çox. Show biznesdə bu daha çoxdur. Yəni Bəli. belə hallarla nə qədər tez qarşılaşırsınız? Elə demək olar ki, hər gün əl çəkmirlər məndən. İnanın ki, əl çəkmirlər. Sizi gözləri niyə götürmür axı? Hər kəs Bilmirəm. öz sənəti ilə məşğul olsa. Bilirsiniz necədir? Baxın, siz ildə bir dəfə klip çəkirsiniz. O mənim günahım deyil. Evdə oturursunuz, bizi niyə efirlərə çağırmırlar? Siz efirlərə heç nə təqdim etmirsiniz. Kəmalə Günəşli ayda 2 dənə YouTube-a klip qoyur. Kəmalə Günəşli çalışır, vuruşur, mahnılar əziyə getirir. Baxın, bayağı dediyiniz mahnıları kütlələrim məni o mahnılarla məclislərə çağırırlar. Elə alkıstratat insanların toyuna gedirəm, qastuqlu, geyimli, keçimli. Baxırsınız ki, müəllimdir, həkimdir, məni toyuna dəvət eləyir. Baxırsa alverçi deyil, həkim, can həkimidir, nə bilim, uşaq həkimidir, müəllimlərdir, riyaziyyat müəllimidir, nə bilim, bir çox da fənlərdən dəstəyən müəllimlərdir. Məni palasının toyuna çağırır. Bir dənə bəhbəhlə öpür, qucaqlayır. Yəni o insanlar necə bayağı ola bilər ki? İnsan bayağı olmur, insanın zövqü bayağı ola bilər. İnsan özü daxili bayağı olmur. Baxın, bu bayağı dedikdə insanın cəmini qatırlar ora. Elə deyil, inanın səmiyyətimə. Baxın, mən sizə bir dənə açıqlama verim. İnsanlar kateqoriyalar neçə yerə bölünür. İnsanlar var ki, bəstəkar mahnılarına qulaq asır. Düzdürmü? Baxın, bəstəkar mahnılarına qulaq asırlar, sevirlər. Deyir, mən Zeynəb xanımlarova, Brilliant xanım Dadaşova, xalq artistimiz, Aygün xanım, Röya xanım dinləyirlər, sevirlər. Ancaq şənlik yada düşəndə mütləq Kəmalə xanım yada düşür. İnanın səmiyyətimə. Çünki mən getdiyim toylarda mənə deyiblər bunu. Biz sevirik, xalq artistlərimizi çox sevirik. Biz dinləyirik, biz onları dinləmək üçün sevirik. Ancaq biz istəyirik toyumuzu siz şənləndirin. İnanın səmiyyətimə, mən bu kimi hallarla çox rastlaşıram. Ona görə deyirəm, bayağılaşmaq zövqlərə uyğun ola bilər, zamaniyə uyğun ola bilər. Ancaq o deməkdir, o insan özü bayağıdır, nə bilim, səliqəsiz insandır. Yox, bir müəllim necə səliqəsiz ola bilər ki? Bir ziyalı insan, oxumuş bir insan, konservatoriyalar, məktəblər bitirmiş bir insan, bilirsən ki, savadlı bir insan. Bu necə bayağı insan ola bilər ki? Sadəcə zamanə budur. Artıq bilirsiniz, hər zamanənin bir mahnısı var. Baxın, keçək Hindistana.
Hindistanda o vaxt başını bağlıydı. Ha, Chiquita Henna Hecay. Hindi rebe oxuyur. Nə bilim, Aysuvaryadır, nə bilim. Yəni onlarda da dəyişikliyi var. Dəyişir zövqlər. Amerikada belə dəyişikliyi var. Mən çünki statistiklara baxıram, görürəm ki, əlvəlki ilə müqayisə edirəm xarici. Və özümüzü müqayisə edirəm ki, zamanə keçdikcə dəyişir. Mən neyim ki, zamanə bunu tələb eləyir. İnanın ki, zamanə tələb eləsə xalq mahnıları, bəstəkar mahnısı oxuyaram da. Zamanında oxumuşam da, muğam da bilirəm. Hər şey bilirəm. Ancaq mən bilirəm ki, onları oxusam, davam eləsəm, indi hər birimiz evdən çıxırıq da, xalqın kişiləri kimi səhər çıxıram, axşam gəlirəm, qazanc dalıca gedirəm. Ailə saxlayırıq, bəli, ailə saxlayırıq. Məsuliyyət çoxdur. Hər ailədə bir dənə lider var da. Mən də ailədə bir dənə lider mənəm. Hamısı mənə baxır ki, bacım gəldi, mama gəldi, qızım gəldi. Yəni mən məcburam bugünkü gündə cibə işləməyə. Düzdür, alqışa da işləyirəm. İnsanlar, mən demirəm zövqün koruyum. Amma mən baba mahnını oxuyuram. Məsələn, Çini-Çaydanı oxudum. Bəs bu 30 milyon əhali kimdir məni bəyənib sevir? Məsələ də orasındadır. Qınayan və dinləyən insanlar eyni insanlardır. Həm bu mahnıları bayağı adlandırırlar, həm də kifayət qədər izlənmə çoxdur. Kim baxır bu mahnılara? Özüm toyda olmadığım halda mahnımı qoşub oynayıblar. Dostanış toyda dedi, "Kama, Çini-Çaydanı qoşub oynayırlar. Biz harda toydayam? Falan yerdə." Dedi, "Mən nə gözəl, xoşuma gəlir." Qürur vericidir ki, yəni sevilirəm, bəli, sevilirəm. Ancaq getdiyim toylarda elə olub ki, gəlib mənə deyiblər, "Falan adamdan mahnı oxu." Demişəm baş üstə. Elə bilib deyəcəm, yox. Oxuyuram, deyir, sən niyə bunları oxumursan? Deyirəm, onları sizin kimi az adam istəyir də məndən. İnanın ki, bütün Azərbaycan bu janra köklənsə, hamımız məcburuq. İnsanlar nə istəyir, onu oxuyaq. Bugünkü gündə insanlar belə mahnılar istəyir, belə oxuyuruq. İnanın ki, bu kimi mahnılara tələbat daha çoxdur. Nəinki xalq mahnılarına, bəstəkar mahnılarına. Bəstəkar xalq mahnıları oxuyan nə gözəl. Ennarə xanım Əbdullayeva var, çox gözəl muğam oxuyur. Alim müəllim Qasımov çox gözəl muğamçıdır. Gönül Qasıyeva nə gözəl oxuyurlar. Mən özüm onları dinləyirəm, qulaq asıram, amma inanın mən getdiyim toylarda onlarla rastlaşmıram. Mənim kütləm məni çağırır. Onları sevən onu çağırır. Redki, nadir hallarda olar ki, biz xanəndələrlə, bəstəkar xalq artistləri ilə, əməkdar artistləri ilə biz toyda görüşərik. Ancaq mənim getdiyim əhatədə, publikada sırf mənim mahnıma qulaq asanlardır. Yəni bu qədər. Onda toy bazarı ilə şou bazarı çox fərqlidir. Bəli. Siz bu fərqi necə izah eləyərsiniz izləyicilərinizə? Baxın, deyirsiniz ki, toy bazarı və biznes bazarı. Əslində bunlar ikisi də belə dərindən götürsə eyni kateqoriyadır. Çünki şou biznes də toyla dolanır. Yəni bu bir belədir, yəni bu bir mənalı belədir. Yəni xalq artistlərimiz, əməkdar artistlərimiz bugünkü gündə toylarla qazanırlar. Azərbaycanda müğənni üçün şou biznes ancaq toyxanadır. Qazanc yeri toydur. Bəli, bəli. Məsəl üçün xaricdə müğənnilər üçün şou biznes konsertlərdir. Layihələr, tədbirlər qururlar, nə boyda konsertlər, aparaturalar gətirər, yerləşirlər, biletlər satılar, saraylar olar. Bizdə yoxdur bugünkü gündə təəssüf. Bizdə zamanında olub, Zeynəb xanımlar var, nə qədər konsertlər verib, biletlər satılırdı, basa-bas idi, oçret idi, ağlayırdılar, biz gedə bilmədik, biz qaldıq, deyirlər gələn ayda olacaq filan. Yəni əvvəllər bizdə olub, konsertlər olub, yəni bizdə şou biznes toy olmayıb. Ancaq bugünkü gündə, bugünkü statistikaya baxanda, yəni bunu mənə elə gəlir ki, hər kəs təsdiqləyər və hər kəs mənlə razı olar ki, bugünkü gündə Azərbaycanda şou biznes toyxanadır. Şou biznesdə bəs qiymət bazarı necədir? Şou biznesdə mən də normal qanarara gedirəm, amma bəzən olur bizə şəhid ailələri bizə daha çox zəng edirlər, qazi ailələri zəng edirlər. Təbii ki, qanarasızdır. Gedirik, məsəl üçün 5 mahnıya, 3 mahnıya. İndi eləsi olur, hörmət eləyir, zorla deyir, yox, siz uzaq yol gəlmişsiniz, götürün. Biz yenə də götürmürük. Mən yenə də deyirəm. Bizdə qazi ailələridir, şəhid ailələridir, biz ümumiyyətlə ödəniş almırıq. Ancaq qaldı ki, yenə də, məsəl üçün zəng eləyirlər, çox israf eləyirlər, çox, necə deyim, israf eləyirlər ki, Kəmal xan bizim bütçəmiz buna çatmır, yetmir. Məsəl üçün Niqulə xanıma zəng eləyirlər. Niqulə xanım da
bir işçidir də. Mən deməmiş o heç nə edə bilmir. Məsələn, üçün mənə zəng edir, Kəmalə xanım, bir ailə var. Yəni andaman eləyir ki, yoxdur da, yəni amma uşaq da Kəmalə xanım deyib durur. Kiçik toydur, məsəl üçün qız toyudur, xınadır. Sizi Nə sevirlər. deyim Kəmalə xanım? Deyirəm falan, danış. Narahat olma. Bu insan məni ürəklə istəyir. Mən ora necə getməyə bilərəm? Qəlbini qırmırsınız. Ancaq belə olur ki, məsəlcə deyirik bu qiymətədir. Elə adamlar var ki, hə, büdcəsi çatır, heç okey, tamam, heç demir endirim elə, falan elə tamam, behi atın gəlin, kartı atın, beh vurum, gəlin. Yəni belə də olur. Amma ən çox çox olur. Zəng eləyirlər, endirim istəyirlər, biz edirik. Çünki mən yenə deyirəm, bizdə standart qiymət yoxdur. Çünki bizə hər cür təbəqə zəng eləyir. Qazi ailələri zəng eləyir, şəhid ailələri zəng eləyir, kasıb var, orta təbəqə var, varlı var, milyarder var. Məsəl üçün bizə hər təbəqə zəng eləyir. Ona görə qiymət dəyişir bizdə. Bu o deməkdir ki, sizin hər təbəqədən sevənləriniz Bəli, var. inanın ki, səmimiyyətimə. Çox qəşəng uğurdur əslində. Bəli, çox gözəl uğurdur. Mən yenə də deyirəm, elə müğənnilər var ki, mən bilirəm də, dost tanışımda, əhətəmdə. Yox, qiymət budur, bir qəpik düşmərəm, deyirəm, düz etmirsən. Zaman gələr, tez gözdən düşərsən. İnsanlar səni sevməkdən vazgeçər, etmə. Bu buna deyir, o buna deyir ki, Kəmaləyə zəng elədim, 5 manat düşmədi aşağı. Hə, nə olanda ki, düşəndə, sən də kasıblıqdan gəlmirsən də, sən deyirlər adama. Yəni, başa salıram, deyirəm, eləmə. 5 manat aşağısına get. Valla kasıblayamayasın, hörmət qazanacaqsan. Valla hörmət qazanmaq gözəl şeydir. Allah pislik eləməyi nə var ki? Hörmət qazanmaq çox çətindir. Çalışın, məşqlər eləyin, kitablar oxuyun, yaxşılıq eləmək üçün nə eləmək lazımdır. Valla, mən yenə də deyirəm, buradan da səslənirəm. Sizi sevənləri incitməyin. 5 yuxarı, 5 aşağı gedin. Əgər sizi istəyirlərsə ürəkdən, siz oradan yaxşı çıxacaqsınız. Ruzunu verən Allahdır. Ürəklə gedəndə yaxşı olur, inanın ki, səmimiyyətimə. Elə getmişəm, heç pulun adını çəkməmişəm. Şabaşlar gəlib. Olur. Və siz gedən ayağa daş deyər, getmək lazımdır. Yəni, hər təbəqəni nəzərə almaq lazımdır. Mən imna bu qiymətə gedirəm, tutturmamalısan, olmaz. Elə bir şey yoxdur. Adi kofta alırıq, bəyənirik. Nəsə deyir 10 manata. Sən, ayda, mənim üstümdə bu, olur da insanıq, kim o belə pulla gəzir. Mənim, bugünkü gündə də mənim başıma gəlir. Mən girirəm, mən biraz şey adamam, necə deyim, kompleksim yoxdur, girirəm, mağazalar gəzirəm, qızlar gəlir, yığılır başıma, gizlənim. Məndə elə şeylər yoxdur. Olur da, deyirəm ki, ayda, səmimiyəm, deyirəm, pulum çatmır, amma koftadan xoşum ya. Deyirlər, darsız sizə qurbandır. Yəni, belə olmaq lazım, mən belə insanam. Pozitiv, şən, necə deyim, mən insanların, necə deyim, əgər bir insan məni sevirsə, bir addım atırsam, ona 10 addım atıram. Kəmalə xanımın özünə məxsus xasiyyəti Bəli, əlbəttə ki. Məni tanıyanlar bilir ki, yəni mən burada yalandan danışmıram, hər kəs bilir. Mən belə xanımam, sadə. Mən gələcəkdə xalq artisti olsam, mən yenə də belə olacam. Həmən ki, Kəmalə Günəşli necədir? Baxın, mən 3 il bundan əvvəl elə çox gündəmdə deyildim, tanınmırdım. Yenə də beləydim. İndi sevilirəm, tanınıram, yenə də beləyəm. Həmişə belə gəlmişəm, belə də gedəcəm. Məni heç bir şan, şöhrət, populyarlıq, pul məni dəyişə bilməz. Mən pulum olsa nəyisə dəyişərəm, artıraram. Məni pul dəyişə bilməz heç vaxt. Siz öz sözünüzü dediyiniz kimi öz yerinizdə həmişə qoruyan müğənnilərdən olmusunuz. Bəli, çox təzyiqlər olur, fikir vermirəm. Mənə efir vasitəsində o qədər xanımlar söz atdılar ki, qalmaqalı heç birinə cavab vermədim. Bəlkə də onlar sizin adınız vasitəsilə gündəmə gəlmək istəyirlər. Çünki Elə gündəmə gəlmək olmaz, əzizim. Toy sahibi davaya görə səni toya çağırmır. Mahnılara görə, gördüyün işlərə görə səni çağırır. Kəmalə ilə məsəl üçün misal olaraq çəkirəm. Falan kəs Ofeliya bir-birini qırdı. Bunları çağıraq gəlsin toyda dava salsınlar. Səni çağırmayacaq, gəl toyumda dava sal. Deyəcək, neynir amma o davakarın biridir. Gələr toyuma da dava salar. Mən niyə toylara çağırırlar? Davakar deyiləm. Mənim mahnılarıma görə sevilirəm. Mənim mahnılarıma görə, səmimiyyətimə görə biz şou proqramlarda oluruq. Gündə 4 dənə yerdə, 5 dənə yerdə. Gəlirlər, görürlər. Hamı ilə bircə şəkil çəkirəm. Müğənnilər var, itələyir. Yanında 10 dənə telekranı itellə gezir. Axıranla nə olub? Nə sənsən? Sən də onun kimi insansan da, hərənin bir sənəti var. Sənin sənətini oxumaq da onunki axırandır. Bununki də nədirsə, sənin üçün bilet alıb gəlib sənin konsertimə. Gəlməyib, kukla kimi, maket kimi deyən baxsın sənə. O bilet alır ki, gəlsin Kəmalə Günəşinlə şəkil çəkdirsin.
Başa Sevir, düşdün? sizə hörmət Bəs edir. nədir Siz də ki, bunun qarşılığını bir belə verməlisiniz. insan səni deyib gəlib, sən Bəli. reklam edirsən, danışırsan, gəlin, falan vaxtı falan yerdəyəm. Hə, gələndə də belə edirsən, elə edirsən, olmaz axı. Sonra o ikinci dəfə sənin paylaşdığın konsertə gəlməyəcək. Deyəcək, keçən səfər mənə hörmətsizlik eləyib. Mən nöş getməliyəm. Mən hamı ilə bacardığım qədər şəkil çəkdirirəm. Təmasda oluram, söhbət eləyirəm, deyirəm, ay can, nə olacaq? Öləcəyəm bəyəm, zərim İzləyiciyə töküləcək. göstərdiyiniz hörmət təbii ki, sizə qayıdır. Çünki onlar bizə, biz onlara lazım. Biz onlara necə lazımıq? Toyunda, bayramında şəlləndirir. Hər kəs istəyir balasının toyu gözəl keçsin. Hamımız onu istəyirik. Anamızın, bacımızın xeyir işində yaxşı keçsin. Hə, mən də belə eləyəndən sonra məni çağırar. Heç vaxt çağırmaz. Deyər, yox. Ona görə də olmaz. Bəzi vaxtlar, daha doğrusu bir vaxtlar sənət dostlarınızla çox mehriban idiniz. Elə bunlardan biri də Ofeliya xanım Şabanovadır. Sənin canın yanmasın, qız. Çox mehriban idiniz, çox səmimi idiniz və demək olar gündəmdə sizin dostluğunuz var idi. Amma sonra bəzi problemlər baş verdi, sizin aranız pozuldu. Nə idi sizin aranızı pozan? Nəsə problem yaşanmışdı, yoxsa kimlərinsə əli Mən var sizə bir idi? dənə söz deyim. Biz hər zaman küsüb barışmışıq. Sadəcə efir vasitəsilə olmayıb, arxada olub. Yoxsa bu səfər efir vasitəsilə oldu. Biz 18-19 ildir bu ilə elə qırışa-qırışa 18 ilimizi yola vermişik. Sizə baxacaq buna. Həqiqətən də deyir, çəkişməyən bərkişməz. Biz xarakterimiz belədir. Biz olur ki, məsəl üçün olur da tərs damarıma düşür, nəsə deyir, mən uca acığıma gəl, mən nəticədə məcburam ki, ona aqressiv sərt danışım, cavab qaytarım. O da uca özündən çıxır, elə mübahisə yaranır. Sonra 5 gün, 3 gün tez barışırıq. Amma insanlar da bu son davanızdan çox istifadə elədilər. Çünki şou biznesdə oldu. Arxada həmişə bizdə olur. Məsəl üçün dalaşırıq ya telefonda, ya onlara gedəndə nəsə olur, hisslənirəm, küsürəm, gedirəm. Sən nöş belə danışsan, bilmirsən mən elə şey xoşlamıram. Olur da insanıq. Ana balanın arasında olur sözləşmə. O yəni hər ailədə olur o. Amma bu şou biznesdə olduğuna görə təzyiqlər durdu. Sənin xəbərin var, Ofeliya nədir? Sənin xəbərin var, bu nədir? Uje istər-istəməz adam yönəlir, amma yenə də özümü qoruduğumu saxladım, dedim yox. Barışaq, qobu, hə. Barışmasaydıq daha uzanacaqdı, uje artacaqdı, kinliyi artacaqdı. Ona görə bizi barışdırdılar. Çox yaxşı ki, barışdırdılar. Uşağıq da, elə uşaqlıq illərində qalmışıq. Qırışırıq, yoluşurduq, saç yolu sat. Amma əsas Nələr eləmişik. Hələ də birlikdəsiz. Hələ də Barışmaq birlikdəyik. özü böyük bir. Hə, bəs nədir? Hələ də birlikdəyik. Əlbəlki kimi, yəni səmimiyyətimiz, dostluğumuz, yoldaşlığımız, cicibacılığımız hər şey yerindədir. İstifadə edirlər, ürək bulandırırlar, xoşa gəlməz sözlər danışırlar. Yəni lazım deyil. Əslində Əlbəttə. bilirsiniz necə olmalıyıq. Siz bilirsiniz bizim 18 ilimiz bir yerdə keçib. Siz bizi barışdırmaqdan söz aparıb gətirirsiniz. Mən şokdayam sadəcə. Bunu Yazıqlar olsun. Şou biznesdə eləyən başqa sənətçilər var idi, hansı ki onlar istəyirdi sırf sizin aranız dəysin və buna Əlbəttə görə ki, çalışıblar. Ofeliya mesajlarını atırdılar, bax belə yazım. Nəsə o söhbətə qayıtmaq istəmirəm. Oldu keçdi, Allah şeytanı ələt eləsin. Yəni lazım deyil. Sən küsünləri barışdırmaq lazımdır. Necə deyim, cəhd eləmək lazımdır. Hələ biz küsüb oturmuşuq, bir nəfər barışdırmalıdır. Mən öz-özümə durum necə barışım ki, salam barışaq. Olmur da, adam biraz Kimsə bir araya gətirməlidir. Araya gətirməlidir. Şey eləməlidir, o da yoldaşı sağ olsun, düşdü araya, yox Ofeliya Onun həyat yoldaşı sizi barışdırdı. bəli, barışdırdı, getdi efirə dedi ki, bunları mütləq barışdırmaq lazımdır. Qonşu efirlərdə oldu da gördünüz. Mütləq bunları barışdırmaq lazımdır. Ofeliya depressiyondayım, unutuldum, aldatıldım, dostumdan ayrıldım, çok yalnızım. Mən dedim, qoymaram sən yalnız gələsən. Hop, yetişdim. Və nəticə etibarilə barışdı. Bəli. O nə qədər adam sevinmədi barışdığımıza. Paxıllar. Biz küsəndə sevinirdilər. Axı gündəm bizdə idi. Şou biznes gündəm, efirlər haranı açırdın, fakama. Dəli olmuşlar. Biz küsəndə hərəmiz bir-bir çıxırdıq. Mən o efirdə çıxırdım, atmask atırdım. Ofeliya bu efirdə çıxırdı, mən nəmə qatırdı. Amma barışdıq. Paxılların paxıllığı ürəklərində qaldı. Daha sonra hazırda məsələn Fərəh xanım Samira qızı ilə də çox yaxşı dostluğunuz var. Necə başladı dostluğunuz? Bizim dostluğumuz Ofeliya kimi dostluq deyil. Sənət dostluğudur.
Amma bizim Ofeliya ilə sənətə heç bir adiyyəti yoxdur. Biz uşaqlıqda hələ biz təzə-təzə başlayırdıq müəllim yanına getməyə, savad almağa, ondan biz dostuq. Amma biz Fərəylə səhnədə, elə toyda, bayramda belə tanışdığımız yaranıb. Fərəyi də mən anasına görə tanımışam, Samirə xanımı, o yanında görmüşəm. Amma özünə görə də hal-hazırda hörmət edirəm. Yaxşı qızdır. Yazıq istədi ki, nəsə yaxşı bir şey eləsin, dedi göz düzəldi, qaş düzəldim, vurdum gözünü çıxartdım. Yazıqdan biraz başı ağrıdı, amma çox yaxşı ki, indi hər şey yaxşıdır, qaydasındadır. Fərəh də yaxşı qızdır, gözəl ürəyi var. Buradan salamlayıram, uğurlar sənə Fərəh. Baxın, elə bu yerdə bu sualın məncə yeridir. Şou biznesdə qadın müğənnilər özü bir-birlərini daha doğrusu nə qədər dəstəkləyirlər? Paxıllıq mı daha çoxdur, yoxsa bir-birlərini dəstəkləməkləri mi? Paxıllıq daha çoxdur, amma bir-birlərini dəstəkləmək çox azdır. Niyə Nadirdir, retki. Bax, Ofeliya ilə mənə nümunə görə bilərsiniz. Ofeliya həmişə mənə deyib, Kamu, bunu belə eləsən, bu daha əla olar. Kamu ki, filan şey efirdə bunu oxuyaq. Sən dostluq axı, istəyirik yaxşı olsun. Amma hər dost elə deyil. Məsəl üçün, efirə çıxırlar, bu götürür nəsə oxuyur, bu xəbərsizdir ki, bu bunu oxuyacaq. Peki, heç bu bunu bilmir. Ancaq biz Ofeliya ilə verişə çıxanda məsləhət edirik, Kamu, sən bunu bilirsən də, deyirəm, əlbəttə, davay bunu sabah efirdə canlı bu kökdən oxuyacağıq. Bir-birimizə məlumat verir ki, uje vse, okey, sabah biz efirdə bunu oxuyacağıq. Amma elə rəfiqələr azdır. Mən görmüşəm də, çıxardırlar duet oxutmağa, atlarını çəkmirəm, özləri baxanda biləcək kimi deyirəm. Hə, çıxırlar, bu oxuyur, bu birisi belə baxır ona ki, bu nədir bu oxuduğu. Ancaq dostluq o deyil, rəfiqəlik o deyil. Biz bilirik, sabah bizim məsəl üçün qonşu efirə çağırıb. Biz əlaqə saxlayırıq bir-birimizə. Ya mən gedirəm onlara, ya hardasa görüşürük. Hə, sabah bunu oxuyaq, filan kökdən mən başlayacağam, muğam kimi, sən girərsən mahnıya. Biz belə olmuşuq. Görsüz efirlərdə də canlı oxumuşuq, duetimiz alınıb. Çünki biz bir-birimizlə məsləhət şey olur. Adi toya gedəndə birdən görsən, indi oğlandır, ya xanımdır. Elə yaxşı xanımlar da var. Yaxşı xanımlarımız var. Gəlir, yaxınlaşır. Kəmalə xanım, toy sahibi deyir, duet oxuyun Kəmalə xanım. Nə oxuya bilərik? Deyirəm, siz nə hansı mahnı istəyirsiniz? Deyim, bəlkə mən hər mahnını bilə bilmərəm axı. Deyir, filan mahnını oxuyaq. Deyirəm, onlar hansı kökdən oxuyursunuz? Deyir, filan. Deyirəm, okey, əladır. Məndə var bu mahnı, oxuyacağam. Oxuyuruq. Eləsi də var, elə gəl götürür mikrofonu, oxuyur. Gəl, çağırır, elə şey olar. Bəlkə heç onu bilmirəm, mən rüşbət eləyirsən. Hörmətsizlikdir həm də. Bəs nə olmaz, mən heç vaxt elə eləmərəm. Deyərəm ki, xanım, filan mahnı oxuyacağam. Yəni bilsəz, qoşular filan kökdən oxuyacağam. O da deyir, tamam, siz başlayın, mənə uyğun olsa mən yaxınlaşaram. O özü gəlir, tam mən onun ağlı çağırmıram, gəl bilə-bilə. O da sizin gəlmirəm, pərt olsun. Siz düzgün deyil belə şeylər. Bir-birimizə dəstək olmalıyıq. Biri bir pillə arxada olar, bir pillə qarşıda olar. Zaman gələr, o səni keçər, sən arxada olarsan. Zaman gələr, o arxada olar, mən keçərəm. Yəni, həyat bu miraqdır, bu həyat belədir. Bir addım öndə, bir addım dalda. Yəni, ona görə elə eləmək lazımdır ki, valla insanlar dağ-dağa rast gəlməsə, insan insana rast gəlir. Elə eləmək, valla qarşılaşırıq. İnanın ki, illər də keçsə, kim ki səni şey eləmək istəyir, aşağılamaq, nəsə sındırmaq, o insanla sən rastlaşırsan. Və sən ondan böyük olursan, mərkəzdə olursa, heç o qalır dalda. Belə şeylər olur. Ona görə də elə olanda mən qoymaram, deyərəm, gəl yanımda dayan, nə oxuyacam filan, dayan yanımda. Aşağı düşdünüz. Yəni, belə şeylər var. Ona görə də ki, show biznesdə biraz birlik yoxdur. Amma hamını satmaq istəyir, ayağını quyusunu qazmaq istəyir. Show biznesdə birlik yoxdur. Heç kim istəmir ki, filan kəs məndən qabağa getsin. Mən səndən qabaqdayamsa, deməli, mən səndən çox əziyyət çəkirəm. Nədir bu saxtakarlığın səbəbi? Bilirsiniz nədir? Tənbəllik. O qədər paxıllıq içini bağlayıb, bu insan tənbəlləşir. Sən görsən, mən öndəyəm, dur ayağa, işlə, pul xarcla. Bilirsiniz, bu show biznes elədir ki, pul qoymasan götürmürsən bacımsan. Bu işlər belədir. Bizim qazandığımın yarısı show biznesdədir. Elə bilə Kəmalə Günəşli populyardır, neçədən ev xeyir. Valla qazandığım mənim kliplərdə, mahnılar da baha satılır, aranjmanlar da bahadır. Giyirsən, giyim də düz indi reklamaza da götürürük, sağ olsunlar. Amma elə aranjmandır, məsəl üçün mahnılar biz bunları pulla alırıq, qanarlarla alırıq. Gedir bizə neçə, ayda 2 dənə mahnı təqdim eləyə də 10 minə gəl çatır. İnanın ki, səmimiyyət. Mən iş görürəm. Mən bugünkü gündə elə belə Kəmalə Günəşli olmamışam. Reski, salam mələykim. Mən o mahnılara can qoymuşam. Studiyalarda, yuxusuz gecə, sesim işləməyib, toydan çıxmışam, deyib, bu nədir? Deyirəm, valla toydan gəlirəm. Deyir, get sabah gedirəm, sabah da toydayam da. Deyir, bilmirəm, bax da, necə elirsən, gəl oxu.
Toyda da canlı oxuyuruq, belə də oxuyuruq, elə də oxuyuruq. Baxır biz bütün toylarda canlı oxuyuruq. İndi yarım saatlıq gedəndə panoqram da olur. O toy sahibinin istəyindən asılıdır. Məsələn ki, deyir yarım saatlıq nə olsun, gəlsə ki canlı oxu. Mənim orada ansamblimə deyirəm baş üstə. Gedirəm yarım saatı canlı oxuyuram. Eləsə deyir ki, elə yarım saat gəl öz trendləri oxu. Canlı oxuyanımız var. Sən gəl öz panoqramını oxu, get. Canlı oxuyanımız var, ansamblımız var. Sən öz proqramını oxu, çıx get. Belə şeylər də olur. Yəni danışıqdan asılıdır da. Olub məsələn, indi siz dediniz ki, mahnı çıxartmaq indi çox çətindir, çox baha başa gəlir. Heç olub ki, trendə düşsün deyə, sadəcə insanlar tərəfindən bəyənilsin deyə ürəyinizə yatmayan hansısa mahnını oxumusunuz, klipini çəkmisiniz, var elə bir mahnınız? Var, çoxdur. Məsələn, o mahnıdan gözləmişəm ki, yaxşı olar, amma tərsinə olub, olmayıb. Amma halbuki, yenə də deyirəm, heç bir mahnı bizə pulsuz yığıb vermirlər. Pulsuz aranjman eləmirlər. Hamısı, mən pulsuz qeyb oxuyaram. Oxuyaram, Qazi şəhid ailələrində o sözsüz heç onu qoyduq qırağa, onlar toxunulmazdı, onlara bizim borcumuzdur. Ancaq belə normalda hamımız pulla gedirik də. Budur, aranjmançı da mənə bir dəfə hörmət eləyər, deyər qama, sənə pay eləyirəm. Və ikinci dəfə deyəcək, olmuraq, ona görə pul çox gedir. Yəni, o paxıllıq eləyənlər, sən evdə oturmuşsan, ildə bir dənə klip təqdim eləyirsən, ancaq pulvu yığırsan, sən əlbəttə gündəmdə olmayacaqsan. Pul yığan müğənni heç vaxt gündəmdə ola bilməz. Yığır, maşın alım, ev alım, bəli, lazımdır, ev də lazımdır, maşın da lazım. Ancaq sənətə pul yatırmalısan ki, sən özünü tanıdandan sonra, mən filan kesəm, adın qulağına çatandan sonra, sabah ev özü də gələcək, maşın özü də gələcək. Mən sənətə başlayanda, populyarlıq dönəmlə, mən nə evim olub, nə maşınım. İnanın səmiyyətimə. Mən ancaq reklama pul qoymuşam. Sonra maşınlarım da gəldi, evlərim də gəldi. Çox şükür Allaha. Yəni, işləyəndə Allah bəhrəsini verir. Kim nə qədər əziyyət çəkir, Allah o qədərini verir ona. İnanın səmiyyət. Evdə oturan heç kim qapısını döymür. İnanın. İşləmək lazımdır. Mən işləyirəm, çalışıram, paxıllıq eləyir. Abalam, mən can qoyuram, mən qazandığımı yığmıram. İnanın ki, yığmıram. Ancaq klip, bu mahnı, studiyalara pul verir. Studiyalarda ot qiymətlə bacı. Gedirsən bir dənə, 1 saatı filan gedər, 2 saatı filan gedər. Nə olub? Ot tutub yanır. Məcbursan. Gəlib küçədə kolluqda çəkməyəcəksən ki. Normal dekorlu studiyalarda məcbursan. Gəlib bir dənə klip 5.000-ə baş oturur bizə. Bir dənə görsən, zəif aylar olur, oruçluq aylar olur, məhərrəmlik aylar. Olur da indi zəif aylarımız olur. Yenə də mən dayanmıram. Cibimdən mayadan gedir. Və mən belə işləyirəm. Elə bilirlər Kəmalə durduğu yerdə. Elə Çini çaydanı oxudu, xeyr, o Çini çaydan da pulla nərsiyə gəlib də. Elə belə gəlməyib, bunun aranjmanı var. Bunun oxuyursan alınmır, bir də zili var, bəmi var. Hamısı səsdir bu. Siz oturursunuz evdə, dalıyırsınız, buna baxaya, getdi qabağa. Mən sənə kimi evdə otursam gedərəm. Gecəmi gündüzümə qatmışam, bu studiyanı bəyənmirəm, bu üstünə gedir. Baxmışam, nə ola, bu dekoru bura qoy, nə qədərdir? Bunu bura qoysaq, bu qədər pul əlavə eləməz. Deyirəm, qoy, klipim yaxşı çıxsın, cəmaət baxır klipə. Mən belə olmuşam, inanın ki. Mən xəmislik eləməmişəm ki, şey olsun. İndi də paxıllıq eləyirlər. Get sən də elə, paxıllıq eləmə, iş gör, iş qoy ortaya. Sən iş qoydun, cəmaət bəyənmədi. Qal söz atım, pulvu yığ, gəl buradan Kəmaliyə söz at, elə şey olur. Heç vaxt sən elə populyar olmayacaqsan, heç vaxt öz sözünü deyən olmayacaqsan. Həmişə belə orada-burada elə onun kölgəsində olacaqsan. Elə pulvu yığ, ona söz at, buna söz, haçana kimi. Sənin işlərin olmalıdır. Sənin xalqa təqdim elədiyi mahnılar olmalıdır. Nəsə göstərməlisən ki, bəhrəsini görəsən. Nə danışırsınız? Girin mənim YouTube-ma baxın, ayda 2 dənə klip qoyuram. Rəngarəng kliplər, mahnılar, lirika da oxuyuram, oynaq da oxuyuram, bəygəlin üçün də oxuyuram. Mən işlər görürəm. Belə olmaq lazımdır ki, populyar olasan, sözünü deyəsən, pul qazanasan. Mayanı qoymasan, pul götürmərsən. Bu iş, hər iş belədir. Ticarət də belədir. Hər iş belədir. Özünüzə yatırım eləməlisiniz ki, qarşılığını görəsiniz. Mütləq şəkildə. Bu biznesdir də. Pul qoyursan, pul götürürsən. Pul qoymasan, pul gəlmir. İnanın ki, gəlmir. Bu mən görmüşəm də artıq illərdir bizim saçımız ağar deyə dair sənətdə. Vallahi, ona görə iş görmək lazımdır. Paxıllıq eləmək yox. Yeni mahnılarınız çıxır və sizin demək olar hər mahnı ilə yeni bir rəqsiniz çıxır və bu çox trendə düşür. Sonuncu 2 mahnımız tez-tez olay, Ölüm sənin qucağında. Bu mahnılarımız çox olay oldu, çox danışıldı. Rəqslərimlə bərabər. Gündəmdə qalmağı bacarıram.
Bu rəqslər məsələn, üzr istəyirəm sözünüzə Bəli, kəsdim. buyurun. Bu rəqsləri siz trendə düşmək üçün düşünürsüz, yoxsa sadəcə mahnının ritmlərinə uyğun bədahətən gəlir belə Trendə deyək? düşmək üçün yox, bu mənim səhnə performansımdır. Aha. Hər müğənninin səhnə performansı olmalıdır. Bəli, müğənnilər var ki, dayanır belə. Məsələn, elə müğənnini az adam sevir. Elə müğənninin kütləsi də yoxdur. İnanın səmiyyətimə. İnanın. Ancaq bu mənim, bilirsiniz necədir? Səhnə şıltaqlığı sevir. Aygün xanımı niyə sevirlər? Səsinə görə sevənlər var, rəqsinə görə sevənlər var, şıltaqlığına görə sevənlər var. Aygün xanımda cəmlənən çox obrazlar var. Bu insan səhnə üçün yaranıb da. Yəni bu bir mənalı belədir. Səhnə üçün yaranıb. Səhnədə onun şirinlikləri, belə danışıqları. Bilirsiniz, bunun uje səhnə performansı. Bəlkə həyatda bu insan belə deyil. Mən bax, həyatda görəndə beləyəm. Deyil, öyle bir efirdəki Kəmalə xanım deyiz. Deyirəm, bəs efir bu bizim biz aktyorluğu da bacarmalıyıq. Hər bir müğənni aktyorluğu bacarmalıdır. Özünün tərzi olmalıdır, obraz olmalı. Yəni bu rəqslər mənim əslində trend üçün, ailəmi patlatmaq üçün deyil. O mənim obrazımdır, o mənim performansımdır. Səhnədəki obrazınızdır. Bir gecədə, bəli, tez-tez olan mahnımda oxudum, oynadım. Bir gecədə 5 milyon. Bir gecədə. Trendin ortasına Bəli, düşdünüz. rəqsim, həm mahnım, həm də oynamağım. İkisi bir yerdə bir gecədə 5 milyon ailəmə yayıldı da. İndi görürsünüz, yəni. Tez-tez ola, ölüm sənin qucağında rəqslərimlə. Bu uje performansdır. Bu məndə həm mahnımı təqdim edirəm, həm də performansımı. Tək quru mahnını təqdim eləmirəm də. Rəqsimlə bərabər iki dənə elə bir ki, qarışdı bir-birinə, nəsə çıxdı ortalığa. Rəng qatırsınız rəqslərinizlə. Bəli, əlbəttə ki, çünki bu mahnılar şən mahnıdır. Mən bunu necə oynamayım? Məsəl üçün, mənim bir mahnım var. Gözümün qarəsisən, dərdimin çarəsisən, bilirəm mən, bilirəm yar. Bu uje həzindir. Mən uje burada belə şeylər eləyə bilmərəm. Pis çıxar, yaxşı görsənməz. Ancaq işmələrdən az ola, hərdən tez ola. İşmələrdən az ola, hərdən tez ola. Tez ola, tez ola, nə ola, tez ola. Bu mahnı çox adam sözlərini sən başa düşür. Bu saz ola, söz ola, toylu bir saatlı günlər tez ola. İşmələrdən az ola, naz qəmzə tez ola. Siz çox adam onu başqa cür deyir, amma mahnıya diqqətlə qulaq asan, çox gözəl mahnıdır. Yəni demək istəyirəm, bu mahnıda mən məcburam oynayım belə hərəkətdə. Bu mahnıda mən belə dayana bilmərəm axı. Hər mahnının öz obrazı var, performansı var və hər mahnının mən haqqını verə bilirəm. Performansını verə bilirəm. Hər Bəli. mahnının özünə Ona görə sevilirəm mən. Sizi ayrı sevdirir. Bəli, bəli. Kəmalə xanım, sizin mahnılarınız bayaq da qeyd etdiyiniz kimi TikTokda məşhur oldu, sosial şəbəkələrdə paylaşıldı. Sizcə sosial şəbəkələr olmasaydı mahnılarınız bu qədər trend olardımı? Bilirsiniz necədir? Əslində mən necə deyim, mən çalışqan bir insanam. Əgər bugünkü gündə TikTok, yəni sosial şəbəkələr olmasaydı, mən bir yolunu tapardım. Mən çox iş görəndə ağılla iş görürəm. Necə deyim, biraz bilirsiniz, mən sizə bir dənə söz deyim. Mən axı dünən bir gün gəlməmişəm sənətə. Artıq mən sənətin hər bir yolunu bilirəm. Bilirəm necə eləmək lazımdır. Gündəmə necə gəlmək. Artıq 3 ildir, 4 ildir mən bunu bilirəm və gündəmdə qalma. 3 ildir mən gündəmdən düşmürəm. Çünki artıq mən bunun sirrini bilirəm və onu heç kimə demərəm. Çünki o sirrin arxasında əziyyət çoxdur. Desəm əziyyətimə xəyanət eləmiş olaram. Və qaldı ki, mən yenə də demək istəyirəm. Mənim bugünkü gündə efirə yenə də deyirəm, ehtiyacım yoxdur. Çünki mən TikTok, Instagram, yəni sosial vasitəsilə sevilmişəm. Ona görə də ki, mən bir o qədər, necə deyim, varmıram da, yəni ki, qaldım efirsiz. Düzdür, efir mütləqdir, hər bir müğənniyə efir vacibdir, lazımdır. Ancaq yenə də deyirəm, sosiallar, yəni TikTok, Instagram mənə çox köməyi var. Onda belə deyək, lazımdır, amma şərt deyil. Olmasa da olar. Lazımdır, amma vacib deyil. Bəli. Vacib deyil. Olsa yaxşı olar. Olmasa da mən yenə də bir yolunu taparam. Mən çünki işləyən xanımam. Bilirsiniz, nəticə çıxardıram. Bunu belə eləsəm belə olar. 100% bunu belə eləsəm bu belə olacaq. Olur da. Analiz qabiliyyətiniz. Bəli. Əvvəllər mən onu eləyə bilmirdim. Beynimə sığdıra bilmirdim ki, çünki heç nə cür. Sonra yolunu tapandan sonra 3 ildir artıq mən belə davam edirəm və inşallah Allah nə qədər ömür veribsə belə də davam eləyəcəm.
Bəs 10 il sonra sizcə sizin mahnılarınız hələ də trend olacaq, yoxsa trendlər öz yerini dəyişəcək? Onu oje zaman göstərəcək. Mən indidən heç nə deyə bilmərəm, amma çalışacağam ki, yerimi heç kimə verməyim. Çalışacağam buna. Yəni artıq adım qulağıma deyib mən Kəmalə Günəşliyəm, oturmayacağam arxaya. Yox. Dayanmadan işləmək bu sənət bitmir. Bu sənəti öyrən bitən deyil. Ona görə də ki, bu sənət elə bir şeydir ki, ömrümüzün axırına qədər öyrənirik. Ona görə də ki, mən heç vaxt pəs etməyəcəm. Yəni təslim olmayacağam. Hər zaman çalışacağam. Heç vaxt oturmayacağam ki, artıq mən Kəmalə Günəşliyəm. Mənim üçün ölüm yoxdur. Xeyr. Günü-gündən müğənnilər artır, günü-gündən statistika dəyişir, vəziyyət dəyişir, zövqlər dəyişir. Ona görə işləmək lazım. Zövq dəyişdikcə işləyirəm. Necə deyim, bayaqlaşma daha da çox çoxaldıqca yenə də işləyirəm. Bilirsiniz, zamanı ilə ayaqlaşıram. Zamanı nəyi tələb edirsə, Kəmalə Günəşli onu dalıca qaçır, məcburuq. Çünki bizim qazancımıza görə. Mən tək ada görə eləmirəm, axı bizə qazanc da lazımdır. At da lazımdır. Bizdə 50-50-yə də həm at, şöhrət, filankəs Kəmalə Günəşli, həm cib. İki şey burada rol oynayır. İkisi də vacibdir. Ən mühüm vacib olan bir şeylərdən biridir. Qazanc və at. Adı qoruyub saxlamalıyam və qazanc daima gəlməlidir. Bu iki dənə şey mən necə bax belə davam edirəm, elə də qoruyub saxlamalıyam. Bu uje mənim əlimdədir. Mən qoymamalıyam kimsə məni yoldan çıxarsın, təzyiq göstərsin. Mən artıq ayıq olmalıyam. Bu nə dedi, o nə dedi, bu niyə belə dedi? Hər şeydən də nəticə çıxardıram. Siz yəni ağıllı insan kimi də, yəni baxma indi stajımız var. 3 ildir populyarıq, amma çoxdan sənətdəyik. İnsan doğulan kimi populyar olmur ki, insan gəl elə bir anda parlayır ki, gözləmədiyin bir anda. Görmüsünüz siz də müəyyən şeylər və ona uyğun da davranırsınız. Şəxsi həyatınızla bağlı bir sual vermək istəyirəm sizə. Efirlərin birində siz demişdiniz ki, sevdiyim var, amma ailə həyatı qurmağı düşünmürəm. Çox gözəl, baxımlı bir xanımsınız. Niyə siz ailə həyatı qurmaq istəmirsiniz? O illər öncə idi. Artıq elə deyil, artıq hər şey qaydasındadır. Mənim də ürəyimin sahibi var. Artıq yəni rəsmidir hər şey. Belə deyim. Təbrik eləyirəm sizi buradan. Edirəm, çox sağ olun. İzləyiciləriniz də məncə sizi təbrik eləyəcək və xoş sözlərini ünvanlayacaqlar. Təşəkkür edirəm hər birinizə, minnətdaram. Yəni ailə vəziyyətimdə çox şükür hər şey qaydasındadır. Hər şey çox gözəldir və bütün xanımlarımıza ən gözəllikləri arzu edirəm, başda da siz olmaqla. Çox təşəkkür eləyirəm və mən də sizə canı könüldən xoşbəxtlik arzulayıram. Təşəkkür edirəm. Çox xoş oldu. Söhbətimiz çox maraqlı keçdi. Həqiqətən də elə suallar oldu ki, tam ürəyimcə, heç qəlbimə dəymədiniz, toxunmadınız. Hər şey çox gözəldir. Həmişə belə gözəl oldu. Təşəkkür edirəm. Cavabladığınız üçün çox maraqlı bir bölümümüz oldu. Dəvətiniz üçün də təşəkkür edirəm. Sizə karyeranızda və şəxsi həyatınızda uğurlar və xoşbəxtliklər arzulayıram. Təşəkkür Çox sağ olun bir daha. Növbəti bölümlərdə görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.